Salam. Bugün hərbi texnologiyalar və regional təhlükəsizlik balansında yeni bir səhifənin açıldığından danışacağıq. Türkiyə müdafiə sənayesi ilk dəfə olaraq ağır zərbə puası Qızıl Elma ilə real hava hədəfini məhv edib. Bu əməliyyat təkcə texniki yenilik deyil, həm də pilotsuz aviasiyanın gələcəyini müəyyən edən, bölgədə güc balansını dəyişdirə biləcək strateji hadisədir. Qızıl Elmanın BVR, yəni birbaşa görmə xəttindən kənar ələ keçirmə bacarığı dünyanın hərbi ekspertlərini sözün əsl mənasında təəccübləndirib. Bugün bu nailiyyətin geosiyasi nəticələrini, Türkiyənin yeni hava doktrinasını və region üçün doğura biləcəyi dəyişiklikləri birlikdə analiz edəcəyik. Biz indiyə qədər belə ələ keçirmə əməliyyatlarını yalnız pilotlu qırıcıların edə bildiyini görürdük. Lakin bu sınaq göstərdi ki, artıq pilotsuz platformalarda yüksək dəqiqliklə görmə xəttindən kənar hədəfləri məhv edə bilir. Bu, hərbi texnologiyanın yeni mərhələyə keçdiyinin açıq göstəricisidir. Sınaq zamanı Qızıl Elma hədəfi Murad AESA radarı ilə aşkar edib. Türkiyənin ilk aktiv radiolokasiya yönləndirməli hava raketi olan Gökdoğan ilə məhv edib. Əməliyyat F-16 qırıcıları və Akıncı puasının müşahidə ilə aparılıb. Yəni Türkiyə artıq pilotlu və pilotsuz aviasiyanın birliklə işlədiyi yeni döyüş doktrinasını real uçuş şəraitində nümayiş etdirib. Bugün havacılık tarihinde yeni bir devrin kapılarını açtık. Dünyada ilk defa bir insansız savaş uçağı havadan havaya füzesini radar güdümlü ateşleyerek bir hava hedefini tam isabetle vurdu. Bu hadisənin geosiyasi əhəmiyyəti isə daha genişdir. Qızıl Elmanın uğuru Türkiyənin regionda, Şərqi Aralıq dənizində, Suriyada, Qara dənizdə və ümumilikdə yaxın şərqdə hava üstünlüyü balansını dəyişdirə biləcək güc əldə etdiyini göstərir. 10 illiklərdir bu üstünlük ABŞ və digər ölkələrin əlində idi. İndi isə Türkiyə həmin texnoloji boşluğu öz imkanları ilə doldurur və hətta bəzi sahələrdə rəqiblərini qabaqlayır. Bir vacib məqam da budur ki, dünyanın böyük gücləri ABŞ, Avstraliya, Çin, Cənubi Koreya pilotlu və pilotsuz aviasiyanın birliklə işlədiyi konsepsiyanı hələ hazırlıq mərhələsində saxlayır. Türkiyə isə bu konsepsiyanı gerçək sınaqda göstərən ilk ölkə oldu. Bu, Ankaraya qlobal müdafiə bazarında ciddi üstünlük qazandırır. Əgər Qızıl Elma qısa müddətdə seriyalı istehsala keçərsə, yaxın 10 ildə hava döyüşlərinin xarakteri kökündən dəyişəcək. Riskli əməliyyatları artıq pilotlar yox, avtonom döyüş puaları yerinə yetirəcək. Bu isə həm əməliyyat xərclərini azaldacaq, həm də orduların manevr imkanlarını genişləndirəcək. Nəticə olaraq deyə bilərik ki, Qızıl Elma uğuru təkcə bir texnoloji yenilik deyil. Bu, Türkiyənin aviasiya gücləri arasında elit liqaya daxil olması, həm də regionun geosiyasi balansında yeni mərhələnin başlanması deməkdir. Belə, hörmətli tamaşaçılar, bizi izlədiyiniz üçün təşəkkür edirik. Videonu bəyənməklə bizə dəstək göstərə bilərsiniz. Sağ olun, yeni görüşlərə dək.